benedicimus Domine. Behold your rightful king and heir to the throne of the kingdom of Jerusalem. Aspirant Nacht und morgens auf Scheiden. Aber Long live scheißegal, the ob king. Sache knurrt nie wieder mein Magen. Ich hab nie Tapsen. Hər kəsə salam. Mənim adım Həsən Bala Musayev. Kanalımıza xoş gəlmisiniz. Bugün çox maraqlı bir mövzu ilə qarşınızdayım. Video keçməzdən əvvəl kanala abunə olmağı və bəyənməyi unutmayın. Çünki bugün öyrənəcəyiniz məlumatlar işinizi xeyli asanlaşdıracaq və hazırsınızsa başlayaq. Reynald of Chatillon will be punished. I swear it. Withdraw, we will all die here. Do we have terms? We have terms. I will send you my physicians. Assalamu alaikum. Aleyküm selam. Qüdsün yenilməz ruhu 4-cü Balduin. 4-cü Balduin 1161-ci ildə Qüdsdə doğulmuş və cəmi 13 yaşında taxta çıxmışdır. Onun həyatı həm böyük bir faciə, həm də inanılmaz bir iradə hekayəsidir. Cüsanla mübarizə Balduin hələ uşaq ikən dostları ilə oynayarkən qollarını ağır hiss etməyini görən müəllimə tarixi Tirli William ondan cüzam xəstəliyinin ilk əlamətlərini aşkar edir. O dövrdə sağalmaz sayılan bu xəstəlik insanın bədənini yavaş-yavaş məhv edirdi. Lakin Balduin fiziki ağrılarına və bədənin zəifləməsinə baxmayaraq bir kral kimi vəzifələrindən heç vaxt geri çəkilmirdi. Mangrisark döyüşü zamanı 16 yaşı qəhrəman onun ən böyük hərbi uğuru 1177-ci ildə baş vermiş Mangrisark döyüşüdür. 16 yaşında olan Balduin ağır xəstə olmasına baxmayaraq ordusunun başında döyüşə qatıldı və sadəcə qat-qat çox olan Səlahiddin Əyyubinin ordusunu məğlub edərək Qüdsü qorumağa bacardı. Bu qələbə onun xristian dünyasının bir əfsanəsi çevirdi. Səlahiddin Əyyubi ilə münasibətlər Balduin təkcə döyüşçü deyil, həm də müdrik bir diplomat idi. O dövrün ən böyük müsəlman sərkərdəsi Səlahiddin Əyyubi ilə arasında qarşılıqlı hörmət əsaslanan bir rəqabət var idi. Səlahiddin onun xəstəliyinə və gənc yaşında baxmayaraq göstərdiyi cəsarətə böyük hörmət bəsləyirdi. Hətta bəzi tarixi mənbələrə görə Balduin vəfat etdikdə Səlahiddin onun üçün kədərləndiyi deyilir. Son illər və vəfatı xəstəliyi irəlilədikcə Balduin görmə qabiliyyətini itirdi və hərəkət edə bilməz hala gəldi. Lakin o son nəfəsinə qədər krallığını idarə etməyə çalışdı və 1185-ci il cəmi 23-24 yaşında vəfat etdi. Ölümündən sonra Qüds krallığını onun kimi güclü bir liderin yoxluğunu dərindən hiss etdi. Və onun kinosunda 4-cü Balduin şəkildə göründüyü kimi maskalar, obraz 2005-ci ildə çəkilmiş Cənnətin Krallığı filmindəki 4-cü Balduin obrazıdır. Bu, filmin onun xarakterizə xəstəliyini və xalqı üçün etdiyi fədakarlığı geniş və kütlələrə tanınmışdır.